إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد. Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olan insanlar Allah Azze ve Celle əməllərini qəbul edər. İnnəmə yətəqabbəlullahu minəl-muttəqin. Əziz müsəlmanlar, söylədiyimiz, hər xütbədə dediyimiz kimi Allah Azze ve Celle bu dini insanda 5 şeyi qorumaq üçün göndərmişdir. 5 əsası qorumaq üçün göndərmişdir. O əsaslardan biri də insanın nəsli və insanın irzidir. Və buna görə Allah Azze ve Celle bəzi əməlləri qadağan etmiş və bəzi əməlləri də insanlara əmr etmişdir. Əmr etdiyi məsələlərdən biz danışmışdıq ki, insana Allah Azze ve Celle evlənməyi əmr edib, şəriətimiz evlənməyi və bu şəkildə də irzini qorumağı əmr etmişdir. Və dinimizin qadağan etdiyi əməllərdən biri də zina əməlidir. Və bundan məqsəd, əziz müsəlmanlar, insanın irzinin, insanın şərəfinin, insanın nəslinin qorunmasıdır. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَتْ فَاحِشَةً وَسَاءَ سَبِيلًا. Zinaya da yaxınlaşmayın. O, fuhuş, alçaq bir iş və pis bir yoldur. Və bu ayənin təfsirində alimlər deyirlər ki, Allah Azze ve Celle demədi ki, zina etməyin, deyir, zinaya da yaxınlaşmayın. Yəni, zina, nəinki zina dinimizdə haramdır, hətta zinaya aparan yollar da şəriətimiz tərəfindən haram edilmişdir. Və eyni zamanda Allah Azze ve Celle zinadan qorunar insanları tərifləmişdir. وَالَّذ۪ينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. O insanlar ki, övrət yerlərini qoruyarlar, zinadan qoruyarlar. Və Allah Azze ve Celle onların tərif haqqında buyurur ki, اُولَٰئِكَ هُمُ الْوَارِثُونَ اَلَّذ۪ينَ يَرْسُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ. Onlar Firdevs cənnətinin varislərindəndirlər, orada əbədi qalacaqlar. Əziz müsəlmanlar, bu mundar, bu alçaq əməl cəmiyyəti həm fərdə, həm də cəmiyyətə zərər vuran böyük fəsadlardandır. Və zina əməlinin fərdə vurduğu ən birinci zərər onun dinini, onun imanını əlindən almasıdır. Rasulullah sallallahu aleyhi ve sellem hədisində buyurur ki, Lə yəzni zəni hinə yəzni və huvə mümin. Zina edən zina etdiyi zaman mümin ola bilməz. Başqa bir hədisində Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, zina etdiyi zaman iman ondan qaldırılar, başının üstündə kölgə kimi durar. Nə zaman ki tövbə edər, təkrar iman ona dönər. İbn Abbas radiyallahu anhuma deyir ki, şirkdən sonra zina qədər təhlükəli bir əməl bilmirəm, böyük bir günah bilmirəm. Çünki o, insanın həm dinini, həm şərəfini, həm nəslini əlindən alır. Nəsilləri qarışdırır. Az sonra ki, hansı ki bu barədə danışacaq. Həmçinin zina əməlinin fəsadlarındandır ki, insandan həyanı aparır. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Peyğəmbərlərin hamısının vəsiyyəti bu olmuşdur ki, utanmırsansa istədiyini et. Və insandan həya sifəti qalxdıqdan sonra, həya sifəti ondan qalxandan sonra o fuhuş əməllərə artıq meyl edir və heç kəsdən utanmır. Həmçinin onun fərdə olan zərərlərindən biri də o insanlarda xəstəliklərin yayılmasıdır. İnsanın xəstəliklərə tutulmasıdır. Hansı ki bu da tiblə, elmlə isbat olmuşdur. Həmçinin onun
insana vurduğu zərərlərdən biri üzdə olan nurun aparılmasıdır. Allah Azze ve Celle o insanların üzündən nuru aparar və onların qəlbinə sıxıntılı bir həyat nəsib edər və eyni zamanda onu xeyirlərdən məhrum edər. Həmçinin zinanın fərdə olan zərərlərindən biri bərəkəti Allah Azze ve Celle o insanlardan qaldırar. Allah Azze ve Celle o insanlara bərəkət verməz. Və eyni zamanda zinanın cəmiyyətə olan da təhlükələri var. O təhlükələrdən birisi odur ki, onların üzündən Allah Azze ve Celle yer üzünə xəstəliklər göndərər. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, bir qövmdə, bir toplumda zina yayılarsa, fuhuş əməllər çoxalarsa və bunu açıq-aşkar şəkildə izhar edərlərsə, Allah Azze ve Celle onlara taun və xəstəliklər göndərər. Və xəstəliklərin yayılmasının əsas səbəbindən biri zinanın açıq şəkildə elan edilməsi və insanlar arasında yayılmasıdır. Və bu da həmçinin qiyamətin əlamətlərindəndir. Rasulullah sallallahu aleyhi ve sellem hədisində buyurur ki, zina bu ümmətdə yayılmadıqca qiyamət qopmayacaqdır. Və bu da qiyamətin yaxınlaşmasından xəbər verən bir əməllərdəndir. Həmçinin əziz müsəlmanlar, zina səbəbilə qan axıtma, insanların bir-birini öldürməsi və yer üzündə fitnə fəsadın çoxalması baş verir. Belə ki, birinin insan başqasının ailəsinə kəm baxarsa, o səbəbdən qısqanclıq baş verir və insanların qanı axır. Səbəbi də bu fuhuş, bu alçaq əməldir. Əziz müsəlmanlar, və zinəyə aparan yollar var, səbəblər var. O səbəblərdən birincisi insanın gözünü qorumamasıdır. Gözünü harama zilləyib baxmasıdır. Və Allah Azze ve Celle sənə gözünü qorumağa əmr etmişdir. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللّٰهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ. Allah Azze ve Celle deyir ki, müminlərə de ki, gözlərini haramdan qorusunlar və övrət yerlərini zinadan qorusunlar. Bu onların paklığı üçün daha xeyirlidir və Allah həqiqətən onların etdiklərindən xəbərdardır. Və qul lil mu'minati yaghdudna min absarihinna və yahfazna furujahun. Və mömin qadınlara da de ki, onlar da gözlərini naməhrəmdən çevirsinlər, naməhrəmə baxmasınlar. Və bu dinimizin əsas əmr etdiyi məsələlərdəndir ki, insan zinanın başlanğıcı gözlə olur. Ona görə də alimlər fuhuş əməllərin növlərini sayanda göz zinasını önəmli olaraq ayrıca zikr edirlər. Çünki gözlə də zina baş verir. İnsan harama baxır və o da insanın beyninə şəhvani fikirlər gətirir. Fikirlər yavaş-yavaş əmələ, sözə, sonra işə, feylə keçir. Və ona görə də insan birinci gözünü qorumalıdır. Bilməlidir ki, Allah Azze ve Celle bu neyməti sənə onun üçün verməyib ki, harama baxasan. Sən bu göz neymətini xeyir əməllərə sərf edəsən deyə Allah Azze ve Celle sənə vermişdir. Həmçinin zinəyə aparan yollardan, səbəblərdən, əziz müsəlmanlar, biri də insanın haram musiqilərə, şəhvani şeylərə qulaq asmasıdır. Elə bir şeyləri dinləməsidir. Və musiqi də insanın zinəyə aparan səbəblərdən biridir. Və sən göz neymətindən sorumlu olduğun kimi qulaq neymətindən də sorumlusan. Ona görə də gözünü qorumaq yerləşdiyi kimi qulağını da qorumalısan. Həmçinin əziz müsəlmanlar, zinəyə aparan səbəblərdən biri də Rasulullah sallallahu aleyhi ve sellemin qadağan etdiyi, dinimizin qadağan etdiyi ixtilatdır. Kişi və qadınların bir yerdə olmasıdır, bir yerdə işləməsidir. Və bu da ixtilat dinimizdə qarışıqlıq haramdır. Kişilər qadınlarla bir yerdə ola bilməz. Və bugünkü günü kafirlərin müsəlmanlara yeritmək istədiyi fikirlərdən budur ki, güya bu qadın haqlarıdır, qadınların hüquqlarıdır deyərək müsəlmanlara zorla yeridirlər. İslamın izzətli etdiyi qadını zəlil edib evindən çıxardırlar. O qadın ki, evinin içində izzətlidir, o qadın ki, evinin xanımıdır, o qadın ki, evində uşaqlarının başının üstündədir. Deyirlər ki, xeyr, orada durma, gəl bizə xidmət elə. Bizim dükkanımızda, qabağımızda xidmətçi ol, öz uşaqlarına deyil, bizim xidmətçimiz ol. Adını da qoyurlar ki, qadın azadlığıdır, qadın hürriyyətidir, insan bərabərliyidir adı ilə qadını evindən çıxarırlar, kişilərin içərisinə qarışdırırlar və bununla da onun əxlaqına, ədəbinə təsir edirlər.
Və dinimiz bu əməlləri qadağan etmişdir. İslam dini qadın üçün nə xeyirlidirsə onu əmr etmişdir, nə şərlidirsə qadını o əməllərdən çəkindirmişdir. Və qadına ən xeyirli olmaq onun evində qərar tutmasıdır. Və qarna fi buyutikun. Allah Azze ve Celle Peyğəmbər sallallahu aleyhi ve sellemin qadınlarına belə əmr edir ki, evlərinizdə qərar tutun. Evlərinizdə qərar tutun. Həmçinin əziz müsəlmanlar, ziniyə aparan yollardan biri də açıq-saçıqlıqdır. Qadınların açıq-saçıq geyinməsi, açıq-saçıq şəkildə çölə çıxması və bu da onların özlərini alçaldılmasıdır. Baxın, İslam ədəbində budur ki, hür qadın, azad qadın örtülü olmalıdır. İslam dini kafir qadını müsəlman qadından seçmək üçün Ömər radiyallahu anh xilafəti dövründə, xilafəti zamanında qadınlara, kafir qadınlara əmr edər ki, başlarını açsınlar. Yəni, siz əsirsiniz, köləsiniz, cariyəsiniz. Cariyələrin başını bağlamasını, müsəlman da olsa, başını bağlamasına icazə vermirdi. Hür qadınlar onlardan seçilsin deyə. İndi baxın, bəzi qadınlar özlərini kimlərə bənzədirlər? Hür, İslamın azadlıq verdiyi qadınlara deyil, cariyə, kölə olan insanlara bənzətmək istəyirlər. Və həmçinin, əziz müsəlmanlar, zinəyə aparan yollardan İnsanları bu əmələ, fuhuş əmələ salan səbəblərdən biri də naməhrəmlə xəlvət qalmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, Allaha və axirət gününə iman gətirən qadın başqası ilə xəlvətdə qalmasın. Başqa hədisdə buyurur ki, bir insan naməhrəm kişi ilə, yaxud bir kişi naməhrəm bir qadınla xəlvətdə qalarsa, onların üçüncüsü şeytandır. Və xəlvətdə qalmaq, yəni gizlində bir yerdə qalmaq, naməhrəm bir kişi ilə bu haram əməllərdəndir və ziniyə aparan yollardandır. Və ona görə də insan bunların hamısını bilməsi, bunlardan çəkinməsi lazımdır. Xüsusən də ixtilat məsələsində bəziləri səhlənkarlıq edirlər, qarşılıqlı məsələsində səhlənkarlıq edirlər, elm, təhsil adı ilə və yaxud digər səbəblərlə deyirlər ki, biz xeyir istəyirik və bunsuz olmur deyərək bəhanə gətirirlər. Xeyr, bu şeylərə bəhanə yoxdur. Allah Azze ve Celle'nin səndən birinci soruşacağı şey sənin dinindir, sənin irzindir. O dinlə, o öyrəndiyin ki, sənin dinində sənə fayda verməyəcək, sənin dinində sənə zərər toxunduracaq. O elmdən, o öyrəndiyindən, o əldə etdiyindən Allaha sığınsan, sənin üçün daha xeyirlidir. Əziz müsəlmanlar, və alimlər deyirlər ki, zinanın növləri var. Onlardan birincisi həqiqi insanın feili olan zina etməsidir və bu ən böyük günahlardandır, həlak edici günahlardandır. Allah Azze ve Celle ayda buyurur ki, وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَا اللّٰهِ إِلَٰهًا آخَرٍ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهِ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا. Allah Azze ve Celle buyurur ki, o kəslər ki, Allah'a şərik qoşmaz, Allah'la beraber başkasına dua etmez, Allah'ın haram ettiği nəfsə qıymazlar, yəni başkasını öldürməzlər və zina etməzlər. Bu, möminlərin, Rəhmanın həqiqi qullarının sifətləridir. Ayənin davamında buyurur ki, bunlardan birini kim edərsə, o böyük bir günah qazanar. Yudaaf lehul azabu yevmel qiyamət. Qiyamət günü onun əzabı qat-qat artırılar. Və yaxlud fihi muhana. Və alçaldıldığı şəkildə o cəhənnəmdə əbədi qalar. Subhanallah, baxın, Allah Azze ve Celle deyir, qat-qat əzabı artırılacaq. Bu üç günahı Allah Azze ve Celle ayrıca zikr edir, ayrıca söyləyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də həlak edici 7 günahı sayanda onlardan biri də zinanı sayır. Və bu insanı həlak edən böyük günahlardandır. Əqul həzəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiru innəhu vəl-ğafurur rahim. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين وبعد. Əziz müsəlmanlar, Allah Azze ve Celle bir əməli yasaq etdisə, o əməldən qurtulma yollarını da bizə öyrətmişdir. Və zinadan uzaq durmaq üçün ən gözəl səbəb insanın gözünü qorumasıdır. İnsanın gözünə sahib çıxmasıdır. Və kim gözünü qoruyarsa, özünü
bir artıq zinadan mühafizə etmiş olur. Həmçinin zinadan qorunma yollarından biri xeyir insanlarla, xeyir əhli ilə, salih insanlarla oturub durmaqdır. Onlarla yoldaşlıq etməkdir. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki: "Vasbir nefseke ma'allezine yed'un rabbahum." Rəbbinə dua edənlərlə bərabər səbr et, nəfsini səbr etdir. Yəni, salihlərlə oturdurmağa səbr et. Xeyir əhli ilə oturub durmağa səbr et. Və insanların baxırsan, bəzən harama düşməsinə, günaha düşməsinə səbəb onun özü deyil, pis yoldaşları olur. Onu pis yoldaşları o yola sürükləyir. Ona görə pis insanlardan, fəsad əhlindən, günah əhlindən uzaq dur. Həmçinin, əziz müsəlmanlar, bu əməldən, bu alçı əməldən qoruyan səbəblərdən biri də insanın vaxtını zikirlə keçirməsi, xüsusən zikirlə keçirməsi, ümumən də Allah Azza və Cəllənin itayətində keçirməsidir. Çünki insanın, necə ki İbn Qeym Rahiməhullah buyurur ki, insanı zinəyə sürükləyən əsas səbəblərdən biri insanın boş vaxtının olması, boş vaxta da şəhvətin əlavə olmasıdır. Bu ikisi cəm olarsa, o ikisi bərabər birlikdə insanı zinaya sürükləyər. Bu ikisinin cəm olmaması üçün sən neynirsən? Vaxtını Allah Azza və Cəllənin itayətində keçir, Allah Azza və Cəllənin ibadətində keçir. Həmçinin zinadan qorunma yollarından biri şəriətimizin əmr etdiyi kimi evlənməkdir. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, ey gənclər, toplumu, sizdən kimin gözü çatırsa evlənsin. Çünki o gözü qorumaq və insanı zinadan qorumaq üçün ən xeyirli yoldur. Və bu da ən əsas yollardan biridir. Şəriətimizin əsas məqsədlərindəndir. Nəslin çoxalması, ümmətin artması vardır. Və həmçinin əziz müsəlmanlar, kimin gücü çatmırsa evlənməyə, qorunma yollarından biri də oruç tutmaqdır. Necə ki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim ki buna gücü çatmazsa oruç tutsun, yəni nafilə oruçları çoxalsın. Nafilə bu da deyir onun üçün bir qalxandır, bir qoruyucudur. Və həmçinin insanı zinadan qoruyan səbəblərdən biri daima Allah Azza və Cəlləyə dua etmək, Allah Azza və Cəllədən yardım istəmək, Allah Azza və Cəllədən kömək istəmək ki, Allah Azza və Cəllə onu bu əməldən qorusun. Həmçinin zənn ediləcək, onu apara biləcək yerlərdən də, yerlərə getməkdən də uzaq olsun. Və bəzi insanlar baxırsan ki, bu şeylərə diqqət etmirlər. Qadınların, kişilərin toplandığı yerlərə çox gedirlər. Ehtiyac oldu, olmadı gedir. Və ora getdikdə də göz zinasına düşür öncə, göz zinasından sonra baxırsan ki, naməhrəmlə söhbət başlayır və belə-belə bu şəkildə addım-addım harama doğru irəliləyir. Bunlar hamısı onun buna haramın müqəddimələri, zinanın müqəddimələri deyilir və bunlardan da insanın özünü qoruması lazımdır. Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə bizləri zinadan və zinaya aparan yollardan və bütün haram əməllərdən qorusun. Allah Azza və Cəllə bizləri ixlaslı qullarına eyləsin. Allah Azza və Cəllə bizim imanımızı kamil etsin. Allah Azza və Cəllə etdiyimiz günahlara görə bizi bağışlasın. Allah Azza və Cəllə bizləri haqq üzərində sabit olan qullarına eyləsin. Allah Azza və Cəllə xəstələrimizə şəfa versin, vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azza və Cəllə millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə iman nurunu salsın. Onları pis, münkər əməllərdən qorusun. İnna Allah ya'muru bil adli vel ihsani ve itazil qurba ve yenha anil fahşai vel munkar vel baghi ya'idukum la'allakum tezekkerun. Fazkurullah yazkurkum veşkuru ala ni'amihi yazidkum ve la zikrullah ekber. Vallahu ya'lemu ma tasna'un.